Hər vaxtınız xeyir əziz izləyicilər. Laçın haqqında bəzi məlumatları diqqətinizə çatdırıram. İlkin mərhələdə Laçın şəhəri olmaqla 3 kənd, 30-dan çox yeni obyekt istifadəyə verilib. Beynəlxalq hava limanı və otel kompleksi istifadəyə verilib. Rayon üzrə 2027-2030-cu illər üçün dövlət proqramı əsasında növbəti bərpa planları hazırlanır. Bu proqram daxilində 20-dən çox yeni yaşayış məntəqəsinin tikintisi planlaşdırılır. İnfrastruktur sahəsində yollar, tunellər, avtomobil yolları kimi xüsusi layihələr icra olunur. Məsələn, Kəlbəcər-Laçın avtomobil yolu üzrə 75,8 km uzunluğunda yol, bir çox tunel və körpü layihələri var. Bələdiyyə və kəndlərdə yeni tikintilər Qorçu qəsəbəsi, Bircahan kəndi və Şəlbə kəndində layihələndirilmə və müqavilə işləri aparılır və tikinti işlərinin başlanması planlaşdırılır. Yollar və nəqliyyat infrastrukturu sayəsində Kəlbəcər-Laçın yolu üzrə layihənin 44% tamamlanıb, 16 tunel qurulur. Bir tunelin layihələndirməsi davam edir. Bu yol deməli Laçın və ətraf kəndlərin çıxışı asanlaşdırmaq üçün nəzərdə tutulub. Məsələn, Bircahan kəndində layihələndirmə konkret olaraq Azər İnşaat Layihə Dövlət Baş Layihə İnstitutuna həvalə edilib və layihənin dəyəri 1,4 milyon manat olduğu bildirilir. Laçında sosial və turizm infrastrukturu sahəsində bu sahədə inkişaf etdirilir. Şəhər mərkəzində parklar, istirahət zonaları, yeni çox mənzilli binaların tikintisi planlaşdırılır. Ağdamda şəhərin mərkəzi küçəsində ikinci yaşayış kompleksi inşa olunur. 14 hektar sahə üzrə 1268 mənzillik, 114 bir otaqlı, 464 2 otaqlı, 536-sı isə 3 otaqlı və 154-ü 4 otaqlı mənzillər olacaq. Kompleksdə idman meydançaları, istirahət güşələri, velosiped dayanacağı və yaşıllıq nəzərdə tutulur. Digər yaşayış məhəllələrinin tikintisi də planlaşdırılır. 3-cü məhəllə üzrə 16-dan %93 hektar sahəsində 1239 mənzillik layihədir. Yəni 2025-ci ilin sonuna dək tamamlanması nəzərdə tutulur. Geniş miqyaslı yol layihəsi Ağdam, Ağdərə, Xocalı, Xankəndi yoludur. Təxminən 33,6 km üzrə işlər sürətlə aparılır. Yol yatağı genişləndirilir. 2 və 4 zolaqlı hissələr inşa edilir. Şəhərdə yeni məktəb binası tikilir.
3 mərtəbəlidir. 4300 metr kvadrat sahəyə malikdir. 960 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Laboratoriyalar, sistem otaqları, akt və idman zalları ilə təchiz ediləcək. İstehsal sahəsində Ağdam Süd LLC tərəfindən süd emalı zavodunun tikintisi planlaşdırılır. İlk mərhələdə 5-10 ton tutulur. Gələcəkdə isə həcminin artırılması planlaşdırılır. Ağdam Rezident Yaşayış Kompleksi 1,55 hektara əhatə edir. Burada 6 binanın tikintisi tamamlanır. 45 bir otaqlı, 108-i 2 otaqlıdır. 48 3 otaqlı və 8 4 otaqlı mənzildən ibarətdir. Tikinti bərpa işləri davam edir. Gördüğünüz ərazi Qarabağ futbol klubu dağıdılmış imarət idman futbol kompleksidir. İnşallah vaxt gələcək Qarabağ doğma meydançasında Çempionlar Liqasında iştirak edəcək. Yeri gəlmişkən bugün İspaniyanın Atletico Bilbao klubu ilə qarşılaşır. Qarabağa uğurlar arzulayırıq. Dostlar, beğenin, şərh edin, paylaşın, abone olun, bize destek olun. Daha güzel videolar paylaşmamıza vesile olun. Her birinize teşekkür edirik.